Salamlar hər birinizə. Müge Ciri kitabından Feykullahın sayısı mövzunun 30-cu sualın izahına baxırıq. Şəkildə ABC düzbucaqlı üçbucağı verib, AC-nin tənbölən olduğunu vurğulayır. Yəni AC tənböləndirsə, deməli BAC alfadırsa, CAD də alfaya bərabər olur. Yəni bu bucaqlar bir-birinə bərabər olacaq. Bilirik ki, tənbölən çəkildiyi bucağı yarıya bölür. BC-nin 4 olduğunu deyir. AD 10-dur. Rəngli hissənin sahəsini soruşur bizdən. Bunu necə tapacağam? Tutaq ki, mən balaca burdakı düzbucağı tutaq görürəm də ABC üçbucağına bir dənə S1 desəm, ACD üçbucağına bir S2 desəm, S2-ni necə taparam ikinci sahəni? Ümumi sahədən, yəni ümumi üçbucaq hansıdır? ABD-nin sahəsindən S1-i çıxsam, S1 də ABC üçbucağının sahəsini çıxsam, həqiqətən də alaram S2 sahəni, yəni ACD üçbucağının sahəsini almış oluram. Buna necə yanaşaram? Deyirəm ki, AB tərəfinə bir dənə A desəm, CD tərəfinə bir B desəm, bilirəm ki, sahələrin nisbətində S1-in S2-yə nisbəti bu bölündüyü hissələr, yəni 4-ün B-yə nisbətinə. Bu da bərabər olacaq digər tərəfdən. Bilirəm A-nın da 10-a nisbətinə yazıram. Tərəflərin nisbətinə, yəni A-nın da 10-a nisbəti. Buradan alıram ki, çarpaz vursam, görürəm ki, AB hasili nəyə bərabərdir? 4 vur 10-a. Yəni bu mənə 40-ı verir. Sonra keçirəm. Dedim ki, ümuminin sahəsini tapacağam. Ümumi üçbucağın sahəsi katetlərimi, yəni yazıram. S üçbucaq A, B, D-nin sahəsi bərabərdir A-nın katetlərin birinin digər katetə hasilinin yarısına bərabər olur. Digər katetdə də 4 topla B-dir. Bunun 2-yə nisbəti, sonra S1-i tapsam, S1-də də bilirəm ki, A vurulsun 4 bölünsün 2. Bu verir mənə 2 dənə A-nı. Və burada qeyd etmişəm ki, ümumi üçbucağın özündən, yəni bütöv üçbucaqdan S1-i, bax buranın sahəsini çıxsam, bir dənə həmin hissənin rəngini göstərim. Bax, buranın sahəsini çıxsam, alacaq rənglənmiş hissənin sahəsini. Sonra qeyd eləyək. Deməli, A vur 4 topla B bölünsün 2, çıxılsın 2A bərabərdir. Gəlin bunu hesablayaq. Hər tərəfə ortaq məxrəc götürsəm 2, yazaram 4 dənə A topla AB minus buranda 1-ə bölürəm 2, yəni 4A. A biri müsbətdir, biri mənfidir. İslah olunur, qalır təkcə AB bölünsün 2. AB-nin də bilirəm, mənə 40 verib. 40-ı da 2-yə böləndə alıram ki, cavab 20-dir. Yəni burada da S2-im. S2 nəyə bərabər imiş? S2-min sahəsi 20-yə bərabər imiş. Cavab eləyir burada Y bəndi.